Salamlar, sizləri İnnovativ Təhsil Mərkəzinin YouTube kanalında xoş gördük. Mən Anar Hasanov. Bugün sizlərə təhsil mərkəzimizin 2025-2026-cı il təhsil ili üçün olan buraxılış imtahanlarından 5-ci buraxılış imtahanının 10-cu siniflər üzrə olan riyaziyyat suallarının izahını verəcəm. Başlayaq suallara. Deməli, birinci sual bir tənli deyir, həll edin. Biz nəyə fikir verməliyik? Tənliyə baxanda tənliyinin məxrəcində dəyişən var. Deməli, bu məxrəc heç vaxtı 0 ola bilməz. Çünki 0-a bölmə əməliyyatı yoxdur. Deməli, x birinci 2-dən fərqli olmalıdır. Bunu bilin. Sonra kəsirlər bərabərdir görürsünüz. Onların məxrəcləri bərabərdirsə, sürətləri də bərabərdir. Sürətlərin bərabər götürürük və kvadrat tənli həll edirik. Siz bunu diskriminantla da V teoremi ilə də tapa bilərsiniz. Kökün biri 2, biri də nə olur? -6 olur. Onda dəyişənin mümkün qiymətlərinə görə x 2 olmazdı. Çünki məxrəc 0 olar. Deməli, cavabı nə olur? -6 olur. Növbəti suala baxaq. Bir bərabərsizliyi həll edin deyir. Deməli, mötərizələri vurub atsaq. 5x çıx 20 plus 12 böyükdür 2x çıxılsın 2. Dəyişənləri sol tərəfə yığsaq. Ədədləri sağ tərəfə atsaq. Deməli, burada da nə qalacaq? 6 qalacaq. Deməli, x böyüdür nə olacaq? 2 olacaq. Bunu da ədəd oxunda çəkib qeyd etsək, deməli, cavabı nə olur? A variantı olur. Növbəti suala gedək. 59-cu sual çox gözəl sualdır. Burada siz nəyi bilməlisiniz? Burada bir qaydamız vardı. Əboblarda nəyə fikir verirdi? Əgər əbob bu ədədlərdən birinə bərabər idisə, onda biz nə deyirdik? Onda deyirdik ki, B A-ya nə inir? Bölünür. Deməli, bu qaydaya görə də 30 n plus 5-ə nə etməlidir? Bölünməlidir. Deməli, 30-un natural bölənlərinə baxacaq, amma bir şərtlə. Çünki n natural ədəddir. Onda n plus 5 nədən böyükdür? 5-dən böyükdür. 30-un 5-dən böyük olan natural bölənlərinə baxanda 6 var, 10 var, 15 var, bir də 30 var. Deməli, neçə dənə olur? 4 dənə olur. Davam edək. 60-cı suala baxanda 60 sualda nəyə fikir veririk? Deməli, yuxarıda yenə kökləri tapmaqla vurğuları ayıra bilərdik. Necə idi o qayda? A vurulsun, x çıxılsın, x1. Sonra x çıxılsın, x2 idi. Yəni, köklər onsuz da orada görünür. 1, x-in yenə 4 qoyanda 0 olur. Bir də -3 qoyanda 0 olur. Və yaxud da ki, x1, x2-ni də tapa bilərsiniz. Onda bunda vurğuları ayıranda x çıx 4, x plus 4. X çıx 4-lər ixtisar gedir, qalır x plus 3. Bölünsün, x plus 4. Yəni, nə variantı olur? A variantı olur. 61-ci sualdan davam edək. Maraqlı sualdır. Kvadrat tənliyindən danışır. Təbii ki, kvadrat tənliyin dərəcəsi nə olmalıdır? 2 olmalıdır. Deməli, baxın, bura 2 olmalıdır. Onda alınır 5n çıx 18 bərabərdir 2-dir. Onda n'imiz buradan 4 olur. Sonra deyir ki, köklər hasilini tapın. Viet teoreminə görə x1 vur x2 s bölü a idi. S sərbəst həddidir. A da kvadratın yanındakı əmsalıdır. Yəni 1-dir görürsünüz. Deməli, bunu da yerinə qoyanda cavab 8 edəcək. S variantı. 62-ci suala baxaq. Yazı bərabərsinin tam əllərinin sayını tapın. Burada mən nə edəcəm? -2x kvadratı saxlayıram. 27-ni sağ tərəfə atıram və hər tərəfi -2-yə bölürəm. -yə böləndə kök nə olurdu işarə? Dəyişilirdi. İndi buradan kök almıram. Kvadratı 13,5-dən kiçik olan tam ədədlərə baxıram. 1 ödəyir, 2 ödəyir, 3 ödəyir. Sonra 0 ödəyir. Bir də bunların əksi ödəyir. Deməli, neçə dənə cavab olur? Sayanda 7 dənə olur. Çünki 4-ün kvadratı 16-dır. 16 13,5-dən kiçik deyil. 63-cü sual. 3-də 2 hissəsi 12 olan ədədi tap deyir. Deməli, bir ədədimiz var. Bu ədədin 3-də 2 hissəsini tapanda ədədi 3-də 2-yə vururduq. Deyir 12-dir. Onda x-i tapanda nə inirdik? 12-ni 3-də 2-yə bölürdük. Deməli, yerlərini dəyişib hesablasaq, nə qədər eləyəcək? 18 edəcək. C variantıdır. 64. Maraqlı sualdır. Yazıb A-nın hansı qiymətində tənliyin həqiqi kökü var? Tənliyin 2 müxtəlif həqiqi kökü demir. Ümumiyyətlə deyir, tənliyin həqiqi kökü var. Bu vaxtı nə vaxt olurdu? Diskriminant 0-dan böyük bərabər olanda olurdu. Bunun diskriminantını tapanda b kvadratı çıxılsın 4ac-dir. 0-dan böyük bərabərdir. Böyük yox, böyük bərabərdir. Və siz burada kök almırsınız. Bunu nə deyirdik? Deyirdik ki, qüvvət 1-dən böyük olanda vurğulara ayırıb intervallar üsulu ilə bu bərabərsizliyi biz həll etməliydik. Gəlirik buranı müsbət, bura mənfi, buranı müsbət alırıq. Bizə nələr lazımdır? Müsbət olan yerlər lazımdır. Deməli, yerinə yazanda nə olacaq? Mənfi sonsuzluqdan -6-ya qədər olacaq. Birləşmə 6-dan sonsuzluğa gedəcək. Amma alır. -6-nın altını nə edir? Alır. Deməli, B variantıdır. Növbəti suala baxaq. Tənlər sistemin x kvadratını deyir. Təbii ki, mən bunu da kvadrata yüksəldib
müxtəsərə gətirəndən sonra onunla müqayisə eləyə biləcəm. Həm də yuxarıdan da 2x kvadratı ayırsam nə qalır burada? 1x kvadratı çıx 2xy plus y kvadratı qalır. Baxın, bu nə idi? Bu x minus y-in kvadratı idi. X minus y-in yerinə 6 qoyanda olur 36. Və 44-dən 36 çıxanda 8 qalır. 8-də 2-yə böləndə nə qalır? 4 qalır. 66-cı sualda yazıb sürətin məxrəcindən bir vahid kiçik olan. Sürət məxrəcdən bir vahid kiçiymiş. Kəsir ilə onun tərsini toplayanda alınan ədəd 2 tam %5'miş. Baxın, biz burada əslində bunlarla da yaza bilərik. Yəni, baxın, 5'də 4 ödəyir. Baxın, yoxlayıram da. Plus 4'də 5 ödəyir. Və bunları toplayanda gəlib həmin cavaba çıxarıq. Bir də burada siz tənliyi də həll edə bilərsiniz. Deməli, %5'i yazacağım %5. Buna nə eləyəcək? 2 tam 20'də 1, yəni 20'də 41. Və yenə də deyirəm, bax, görürsünüz, budur. Vurub açıb, təbii ki, tənliyi də siz həll edə bilərsiniz. Və yaxud da ki, buradan ayırsanız 5'də 4, üstəyə 4'də 5'dir. Yəni, x minus 1 böl x nə ödəyir? 4 böl 5 ödəyir. Onsuz da kəsir istəyir. B variantıdır. 67 çox maraqlı sualdır. Deməli, burada birinci biz kökün altına fikir verməliyik. Kökün altı kvadrat kökdür, görürsünüz. Bunun mənasının olması üçün kökün altı mənfi olmamalıdır. Ona görə anılır ki, x-imiz nədir? 0-dan kiçik bərabərdir. Sonra bu x-i biz içəri salırıq. İçəri salanda x kvadratla bu girirdi. Baxın, bu çölə çıxanda nə ilə çıxacaqdı bu? Bu modul x ilə çıxacaqdı. Baxın, indi diqqətli olun. Amma x-imiz də mənfi olduğuna görə modulda içəri mənfi olanda nə çıxırdı? Əksi çıxırdı. Bax, bir də yazıram. Bunda elə açıq deyək, bəzən müəllimlər belə çaşırlar. Deməli, bunu saldıq, x kvadratı vurulsun, mənfi 3x yazıram. Bax, bu x kvadratı nə ilə çıxacaqdı? Modulla çıxacaqdı. Modulda da x mənfi olduğuna görə əksi çıxacaqdı. Amma bura baxın, əksi yoxdur. Deməli, mən bunun qabağına mənfi atmalıyam ki, buradan da mənfi çıxanda bu mənfiyə dəysin, nə alınsın? Soldakı ifadə alınsın. Deməli, onda cavab nə olur? Mənfi kök altında 3-ün, x-in nəyi? Kub olur. Deməli, o da hansı variantdır? A variantıdır. Növbəti sual. Bu, təbii ki, proyeksiya qaydalarıdır. CH 6-dır. Sonra AB 13-dür. Deməli, biz bura x desək, bura nə olacaq? 13 çıxılsın, x olacaq. Proyeksiya qaydası nə idi? H-ın kvadratı bərabər idi, x vurulsun y-ə. Yəni, hipotenuz üzərində katetlərin proyeksiyalarını inirdik, bir-birinə vururduq. Buradan tənliyi həll etsəniz, x-in neçə tapırsınız? Ya 4 ya da 9 tapırsınız. Elə fərqi yoxdur. X-in yenə 4 yazsaq burada olur 9. Məndən bunların fərqinin modulunu istəyir. Deməli, 5 eləyəcək. Və yaxud da biz bura 9, bura 4 yaza bilərdik. Yenə də fərqi nə olur? 5 olur. Onsuz da şəkillərə görə biz qərar vermirik. Ya. Yəni, AH ilə HB bir-birindən, AH HB-dən də B ola bilər. Ona görə modul orada tələb etmişəm. Gəldik 69-cu suala. Gözəl sualdır. Medianların bir-birinə perpendikulyarlığını vermişəm bu sualda. Və medianların qaydası necə idi? Təpədən başlayaraq 2/1 nisbətində bölünürdü. Deməli, bura 3-dürsə, bura 6-dır, 2 mislidir. Bura 8-dirsə, bura nədir? 4-dür. Fikir verin, təpədən başlayaraq 2/1 nisbəti vardı. Burada düzbucaqlı üçbucaq var. Düzbucaqlı üçbucaqda Pifaqora görə yazırıq 6, 8, 10. Və mən 3-cü medianı çəkirəm. İndi diqqətli olun nədə? Gəlin fikir verin bura. Bu düzbucaqlı üçbucaqdır. Və onun da medianı çəkilib. Düzbucaqlı üçbucaqda median hipotenuzun yarısıdır. Onda yenə də təpədən başlayaraq 2 bölünsün 1 nisbətində böldüyümüzə görə bura nə olur? 10 olur. Deməli, cavab nədir? A variantıdır. Çox gözəl sualdır bu. Gəldi açıq suallara. 70-ci sualda x-in yerinə -1 qoyacaq. -1-in üstündə cüt qüvvətə fikir verin. Tək qüvvətə fikir verin. Cüt qüvvət təbii ki, müsbət eləyir. Tək qüvvət mənfi eləyir. Bu 2 dənə mənfi müsbət eləyəcək. Bu da çıxılsın eləyəcək. 16-dan 2 çıxanda cavabına qalacaq. 14 qalacaq. Digər suala baxaq. Perimetri 20, diagonalı 8 olan düzbucağının sahəsini tələb eləyir. Diagonal 8 imiş. Burada Pifaqora ədədləri əfsuslar olsun ki, ödəmir. Perimetr tərəfləri toplayıb 2-yə vururduq da, yəni eni ilə uzun toplayıb 2-yə vururduq. Ona görə A plus B nə qədərdir? 10'dur və Pifaqora görə A kvadrat üstəl B kvadratda 64'dür. Həm yuxarını kvadratı yüksəldi fikrimi deyə bilərəm, həm də buradan müxtəsərlə ayıraram bunu. Bərabərdir 64 oldu. Deməli, bura 100'dür. Qaldı burada 64.
AB-miz nə qədər elədi 36-nı 2-yə böləndə? 18. Deməli, bizdə də sahə tələb olunurdu. Sahə nə idi? A vurulsun B idi. Deməli, A vur B nə qədər oldu? 18. Sahə nə idi? N-in uzunluğuna biz vururduq. Davam edək. Təbii ki, bu bir müxtəsər vurma düsturudur. Birincinin kvadratı çıx hasilin 2 misli. Üstəgəl ikincinin kvadratı. Yenə də eyni qayda ilə bu dəfə üstəgəl olur. Bunları da belə də vura bilərik. Bir dənə kökün altında da vura bilərik. Bunlar islah gedir. Cavabı nə qalır? 14 üstəgəl 14. Yəni nə qədər eləyir? 28. Və yaxud da burada bu düsturla da tez yaza bilərdim. Müxtəsər vurma düsturuna görə bunu açanda nəyə verirdi? 2 dənə A kvadrat üstəgəl B kvadratını verirdi. Onunla da rahat hesablaya bilərdim. Gəldik 73-cü suala. Deməli, bir nisbət bizə verib, daha doğrusu 2 nisbət verib. Buradan biz nə quracağıq? Bərabərlər quracağıq. Fikir verin, burada eyni olan nədir? Eyni olan y-dir. Birində 3 iləndir, birində 6 iləndir. Ona görə bunu da 6 eləyirəm. Yəni əslində çox seçirəm 2-yə vurmaqla. Onda x-imiz neçə k elir? 4 k elir. Y-imiz neçə k elir? 6 k elir. Z-imiz neçə k elir? 5 k elir. Hə, indi oxuyaq. Deyirdi kütlələri x, y, z olan maddələr. Bu nisbətində qarşıdırılıb. Alınan qarşılıq ümumi kütləsi. Qarşılaşdırmaq nə deməkdir? Mən bunları toplamalıyam. X üstəlik y üstəlik z. Toplayanda 15k elir və bu 300'müş. Onda k-imizə 20 tapırıq. Z-i istəyir. Z-də 5k-dır. 5-i də 20-yə vuranda nə edir? 100 eləyir. Maraqlı sualdır. Gəldi 74-də. 74 də çox gözəl sualdır. Biraz topludan kənara çıxmaq lazımdır. Romb. Romb nə idi? Tərəfləri bərabər olan parallelogram. 2. Rombun diagonalı təyin bölənidir. 3. Rombun diagonalları bir-birinə perpendikulyarıdır. Ona görə bunu da çəkirəm və bura 90 dərəcə yazıram. Və diagonallar kəsişirdi, kəsişmə nöqtəsində yarıya bölünürdü. Bura 5-dir. AC ümumi baxanda nə qədər olur? 18, 513. Onda diagonallar kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. Deməli, OA da 9 olmalıdır. Ona görə bura 4 qalır. İndi fikrimizi yönəltsək bura. Burada bir nə var? Gözəllik var. Burada bir düzbucaqlı üçbucaq var və burada proyeksiya qaydası ödənilir. Çünki hipotenuza hündürlüyü çəkilib. Deməli, onda mən bura x desəm, x-in kvadratı 4 vur. 9'dur. X nə qədər eləyir? 6. Mən BD diagonalını istəyirəm. Diagonallar kəsişirdi, kəsişmə nöqtəsində yarıya bölünürdü. Deməli, nə qədər olur? 12. Yəni, bütün diagonal 2x-dir. Orada sağa da tələb eləyə bilərik. Gəldi 75-ə. Tənlər sistemin yeganə həlli varsa modulanı tapın deyir. Deməli, mən buradan y-i tapsam 12 çıx 2x eləyir. Gətirib burada yerinə qoysam, fikir verin. Burada nisbət yazmırlar. Çünki dərəcəsi 2 olan kvadrat tənlidir. Vurub atsam 2x kvadrat çıx 12x plus a bərabərdir 0 olur. Və bərabər kökü olacaq. Niyə bərabər kök olacaq? Çünki bu kvadrat tənlidir. Bunun 2 müxtəlif kökü olsa əvəzləmədən gətirib bura yazsam, bunun da 2 dənə fərqli kökü olar. Amma mənə deyir yeganə kök olsun. Deməli, bu kvadrat tənliyin yeganə kök olmalıdır. Yəni, köklər bərabər olmalıdır. Deməli, bunun diskriminantı olmalıdır 0. Deməli, 144 çıxılsın 8a bərabər olur 0. A-nı da nə tapıram? 18 tapıram. Belə. Elə modullarını istəyirəm. Deməli, cavab da nədir? 18-dir. 76. Buraxılış imtahanlarına çox düşə biləcək bir sual növüdür. Deməli, bunu bərabər edirik nəyə? X-ə. Niyə? Çünki baxın, qoşmaya oxşuyur buralarda. Elə deyilmi? Çünki mən bunları bir-birinə vuranda sanki A plus B-ni A minus B-yə vururam. Və bu bizə nəyi verirdi? A kvadratı minus B kvadratını verirdi. Deməli, mən bunları tərəf-tərəfə vursam 8x bərabərdir. Birincinin kvadratında kök itəcək, ikincinin kvadratında kök itəcək və cavab nə qalacaq? 24 qalacaq. Sonra 8x 24-cə x nə qədər olacaq? 3 olacaq. Əla. 77. İdman malları mağazası aksiyaya keçirir. İxtiyari bir idman kostyumu x manatdır. Deməli, birinci idman kostyumu x manatmış. 2 kostyum alana ikinci kostyum üçün 60 endirim eləyir. 60%. Deməli, ikincisini alanda ikincisine 60 endirim edilir. Deməli, 40% qalır. Və ikisi bir yerdə bu qədər pul ödənilir. Və bu pul nə qədərmiş? 560 manatmış. Deməli, 1,4x bərabərdir 560 olur. X-imiz nə qədər olacaq? Ona vuraq. Bölünsün 14. Bununla bu gedir 4 dəfə. Deməli, nə qalır? 400. Bitdi. Birinci tam ödənilir. İkinci 60% endirim edilir. Deməli, ikinci nə qalır? 40% qalır. 78 bir kvadrat sualdır. Təbii ki, kvadratın bütün bucaqları 90 və tərəfləri eynidir. Deməli, BY-ni mən 5 hissə götürürəm. SY-ni mən 3 hissə götürürəm. Onda Pifagordan bura 4 hissə olur. Onda perimetr kvadratın 4 tərəfi eyni idi. Olur 16K. Çünki 4'ü 4'ə vuracam və bunu 48 almışam.
Deməli k olur neçə? 3. Onda bura nə qədər olur? Onsuz da bura k qalıb da. Onda bura nə qədər olur? 12 və burada 12 olmalıdır. Onsuz da burada k qalıb görürsünüz. DY-ni istəyir. Deməli DY nə qədər elə? 3-dür. Sonra növbəti suala baxaq. Bu da gözəl bir bərabərsizlikdir. Modulu verib, modul necə həll edirdi? Bir dəfə belə götürürdük və ikisi özü olurdu. Mənfi 3'ü atsam digər tərəfə aldım bunu. İndi bizdən deyir ki, x-in ala biləcək tam qiymətlərin cəmini tapın. Buradan x nəyə bərabərdir? 12 çıx y hələ 2-yə də böləcək. Deməli 12 çıx y-i qiymətləndirməliyəm. Ona görə bunu mənfiyə vururam. Mənfiyə vuranda işarələr və sərhədlər dəyişiləcək. Və üstünə 12 gəlirəm. Hər birini yerə 12 gəlirəm. Bax 12 gəldim. Sonra bura nə idi? 2x idi. 2-yə bölürəm. İndi tam ədədləri axtarıram. Biri 4'dür, biri dənə də 5'dir. Bunların cəmini istəyir. Cəmi nə qədər olur? 9. Qəşəng sualdır. 80-cı sual da çox əla sualdır. Sualları mən hazırlamışam. Məntiqli suallardır. Çətin suallar deyil. Məntiqli suallardır. Deməli, düzbucaqlıdır. Bütün bucaqları 90'dır. Mən dərslərimdə belə fikirlər öyrədirəm uşaqlara. Deyirəm, şagirdlər 90'ların sayı 2 və daha çox olanda orada oxşarlıq gizlənilir və bura alfa-beta əlaqəsi deyirik. Yəni bu bucağa alfa deyəndə bura beta deyiriksə, alfa istəyir beta nə qədər idi? 90 dərəcə idi. Onda baxın bura 180 dərəcə olmalıdır axı. Bura qalır alfa. Onda burada 90 olduğuna görə bura qalır beta. Və mən burada 2 dənə düzbucaqlı üçbucaq qurmuşuq. Və bunları qurmuşuq. Və görürsünüz ki, bunların hipotenuzları eynidir bu da bu şərtdən. Onda bunlar eyni üçbucaqlar olur. Kongruent üçbucaqlar olur. Yəni nisbət olaraq oxşarlıq əmsalı 1'dir. Eyni 2 dənə üçbucaq var orada. Onda uyğun bucaqların qarşısındakı tərəflər bilə nə olmalıdır burada? Bərabər olmalıdır. Alfanın qarşısındakı 6'dırsa burada da alfanın qarşısında 6 durmalıdır. 7 betanın qarşısındadır. Deməli burada da betanın qarşısında 10 durmalıdır. Onda düz bucağın tərəfləri bərabərdir. Qarşı tərəfləri bərabərdir. Deməli bura nə qalır? 4 qalır. Bizdən seyfi istəyir. Seyfdə nə qədər olur? 4. Gəldi 81 son suala. Burada nələr var? Burada çevrədə vətərlərin bərabərliyi var. Vətərlər eyni olanda onların ayırdığı qövslər də eyni idi. Və D qövsünü 60 dərəcə vermişəm. Onda bütün çevrə 360 dərəcə olduğuna görə yerdə 300 dərəcə qalır və 3 dənə eyni vətərlə bölünüb. Deməli buralar 100 dərəcədir. Buralar 100 dərəcədir və buralar da 100 dərəcədir. Və çöldəki bu bucağı istəyirəm. Bunu çox üsulla tapa bilərsiniz, amma iki kəsən arasındakı bucaq necə idi? Gördük qövslərin fərqi bölünsün nə idi? 2 idi. Və yaxud buradan daxili bucağı taparam. Burada 60 daxil. Bax, daxili bucağa fikir verin. Bura nə qədər eləyir? 30. Bura nə qədər eləyir? 50. Onda bu üç bucağa baxsaq, bir xarici bucaq qonşu olmayan, 2 daxili bucağın cəmi idi. Yəni 50-dən 30 çıxanda alfeni tapacağıq, 20 tapacağıq. Belə əziz şagirdlər, izləyicilər, növbəti imtahanımızda inşallah izahlarında görüşərik. İmtahanlarımız həm saytımızda, yəni itm.edu.az saytında həm onlayn olaraq iştirak edə bilərsiniz. Və bütün sistem orada ödənilir. O nə deməkdir? Açıq suallar, qapalı suallar, ətraflı yazılı tələb olunan tapşırıqlar, həndəsə sualların sayları, hər bir sistemi orada ödənir. İstifadə edib baxa bilərsiniz. Həm də təbii ki, əyani imtahanlarımızda istifadə edə bilərsiniz. İnşallah BS5-in izahını verdik. BS6 imtahanımızda inşallah görüşərik. Hər birinizə uğurlar.